Ya Ali, mənə kömək elə. Demək şirkdirmi? Bizə irad bildirirlər ki, Allah Quranda buyurur: "Fəla təd'u ma'allahi ahadan." Allahla yanaşı heç kimi çağırmayın. Bu ayədə deyir, Allahdan başqa heç kimi Allah yerinə qoyub çağırmayın. Biz Həzrəti Əli əleyhissalamı Allah kimi yox, Allahın izni ilə kömək eləyən bir şəxs kimi çağırırıq. Şirk bilirsən nədir? Şirk odur ki, kimisə Allah yerinə qoyasan. Allah subhanahu deyir: "Fələ təd'u ma'allahi ahadan." Allahla yanaşı heç kəsə dua etmə, heç kəs çağırma. O da ahadan qeyri-müəyyənlikdə gəlir. Ərəb dilini bilən uşaq da bilir ki, yəni Allahdan qeyri hər kəs. İstər Allaha ən yaxın olan mələk və ya Rasul olsun. Allahdan qeyrisinə çağırmaq olmaz. Ərəb dilində o nida var, nida. Məsələn, mən deyirəm ki, yə. Bu ərəb dilində munadədir, nida. Çağırma. Mən ərəb dilindən danışıram. Mən məsələdən danışmıram, əqidə demirəm. Ərəb dilini deyirəm. Ərəb dilində qaydadır ki, bu, əgər bu nida ədatı, məsələn, ya, ey və başqa ədatlar var, 8 dənə. Əgər diriyə deyirəmsə bunu, bu çağırışdır. Məsələn, ya filan, ey filan kəs. Məsələn, eşitməli. Əgər ya deyib və sonra ölünün adını çəkirəmsə, bu istixasıdır. Ondan yardım diləməkdir. Məsələn, mən deyirəm ki, ya Hüseyin. Uşaq məntiqi nə düşünür? Buna fəlsəfə zad lazım deyil, ya da dərin düşüncə. Mən deyirəm ki, oturmuşam, ayağa qalxdım, ya da maşını xodlayıram, deyirəm ki, ya Ali, mən kimi çağırdım? Çağırdım, çağırmadım. Nəyə görə çağırdım ki, maşını xodlasın? Yoxsa maşını itələsin? Sən güz verirsin. Yəni məsələn, Tövhid əhli necədir? Deyir ki, Bismillah. Etiqad odur ki, Allahın adı ilə başlayır ki, yolda uğurlu olsun. Bu nə deyir? Ya Ali. Bir dəfə oturmuşam, qum tələbələrin birindən universitetdən diplom almağa gedəndə, o maşınla getdim. Oturdum, hələ xodlayan kimi dedi, ya, düz yanında oturmuşam. Ya Ali, bilə-bilə. Sonra mənə dedi, şirikdir, hə? Dedim, yox, işində ol, Tövhid. Xəstə, yox. Adam xəstədir. Dedim, işində ol, Tövhiddir. Yəni, buna uşaq da bilir ki, əxi. Sən ya Ali niyə dedin? Məsələn, mən duram, ya Ali. Niyə dedim bunu? Yəni, Ali harada, niyə çalmıyor? Mən deyirəm ki, ey qardaş. Yəni, yə, ey demək. Yəni, ərəblə ey də var. Ey və yə. Mən deyirəm ki, ey qardaş. Sən də o saat neyinisən? Buyur qardaş. Bir stəkan mənə çaysız. Məqsəd var da. Dirisən, sən. Mən Əli vəfat edib, qəbir dağıtı, oturmuşam burada, deyirəm ki, ya Ali, mən burada, o orada. Hamı da etiqad edir ki, o eşitir amma. Hamını hər yanda eşitmək Allaha xasdır. Sən əlini ilahlaşdırdın. Allaha xas olan xüsusiyyəti verdin Əliyə. Çünki hər yanda hər kəsi eşitmək Allaha xasdır. Bu ilahlıq vəsfidir. İlahlıq vəsfidir.